Əziz şagirdlər, bugün biz sizinlə küməsin hissəsi olan qoşma haqqında danışacağıq. İlk öncə onu qeyd edim ki, biz morfologiya bölməsini öyrəndiyimiz zaman, yəni ilk öyrənməyə başladığımızda əsas və küməsin hissələrinin fərqli cəhətlərini öyrənirik. Yəni əsas nitq hissələri suala cavab verir, həm leksik, həm qrammatik mənaya malik olur, cümlə üzvü olur, müxtəlif qrammatik şəkilçilər qəbul edir, amma küməsin hissələri bu xüsusiyyətləri daşıya bilmir. Qoşma isə öz növbəsində bu xüsusiyyətləri daşıya bilir. Bu da qoşmanı digər küməçilik hissələrindən fərqləndirir. Yəni biz digər küməçilik hissələri haqqında bu sözləri deyə bilmərik. Məsələn, qoşma adından göründüyü kimi qoşulur. Digər əsas nitq hissələrinə və yaxud da feilin formalarına və s. Qoşmalar qoşulduğu sözlə birlikdə məna çaları yaradır. Yəni qoşma təklikdə heç nəyə nail ola bilmir. Məsələn, tərəf sözü qoşma kimi heç bir leksik mənaya malik olmur və yaxud da üçün sözü təklikdə heç bir mənaya malik ola bilmir. Amma sənin üçün, vətən üçün, xalq üçün deyəndə müəyyən məna çaları yaradır. Hətta təklikdə qoşma məna çalarını da yarada bilmir. Aid olduğu sözlə birlikdə müxtəlif suala cavab verə bilir. Məsələn, tutaq ki, deyirik ki, vətən üçün. Vətən üçün aid olduğu sözlə birlikdə suala cavab verdi. Kim üçün, nə üçün? Vətən üçün. Aid olduğu sözlə birlikdə bütövlükdə bir cümlə üzvü ola bilir. Daha sonra aid olduğu sözlə birlikdə qoşma qrammatik şəkilçilər də qəbul edə bilir. Məsələn, mənim etdiklərim vətən üçündür. Burada şəxs sonluğu qəbul etdi. Bütün bunların hamısını edən sənin kimilərdir. Kimi qoşması cəm və şəxs sonluğunu qəbul etdi. Həm cəm şəkilçisi, həm də şəxs sonluğunu qəbul etdi. Və ya deyirəm ki, onun sözü sənin kimilərədir. Sənin kimilərədir. Burada qoşma, kimilər, cəm şəkilçisi, yönlük al şəkilçisi və dir şəxs sonluğudur. Deməli, qoşma müxtəlif qrammatik şəkilçilər, cəm, mənsubiyyət, hal və xəbəri şəkilçiləri qəbul edərək digər küməçilik hissələrindən fərqlənə bilir. Daha sonra qoşmalar quruluşuna görə yalnız sadə olur. Yalnız və yalnız sadə. Biz qeyd etdik ki, küməçilik hissələri əsas nitq hissələrindən fərqli olaraq söz yaradıcılığında iştirak etmir. Yəni ümumiyyətlə heç bir leksik şəkilçi qəbul edə bilmir. Və quruluşca mürəkkəb olan qoşma olmadığına görə, bütün qoşmalar quruluşuna görə yalnız sadə olur. Məsələn, dək, can, görə, başqa, savayı, ötürü, özgə və s. Bu qoşmalar quruluşuna görə hər biri yalnız sadədir. Daha sonra qoşmalar nələrə qoşula bilmir? Qoşmalar qoşula bilmir. Biz qeyd etdik ki, ismin adlıq, yiyəlik, yönlük, çıxışlıq hallarına qoşulur. Deməli, ismin təsirlik halına, ismin yerlik halına qoşula bilmir. Təsirlik hala qoşulmur, yerlik hala qoşulmur. Təsriflənən fiillərə, yəni fiilin şəkillərinə, əmr, xəbər, arzu, vacib, lazım, şərt şəklində olan təsriflənən fiillərə qoşula bilmir və buna görə də qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin fiili xəbəri ola bilmir. Daha sonra bir də fiili bağlamalar bağlamalarla işlənə bilmir. Qoşmalar işlənə bilmir, bir də feili bağlamalarla. Digər sözlərlə isə biz qoşmaları işlədə bilərik. Yəni, feilin digər təsriflənməyən formaları ilə, məsələn, məsdərlə, feili sifətlə, digər əsas nitq hissələri ilə və ismin digər halında olan sözlərlə biz qoşmaları işlədə bilərik. Qoşmaların hansı halda olan sözə qoşulduğunu müəyyən etmək üçün biz bunları əzbərləməyə o qədər ehtiyac yoxdur. Yəni, biz bilmək istəyirik ki, məsələn, sarı sözü ismin hansı halında olan sözə qoşulur. Bunun üçün bundan əvvələ ismin müəyyən halında olan söz artırırıq. Məsələn, deyirik ki, sarı nə olacaq? Evə sarı, səndən sarı, yəni səndən ötürü mənasında işləndikdə burada işlənə bilir. Və ya deyirik ki, özgə qoşması ismin hansı halında olan sözə qoşulur. Səndən özgə, məndən özgə. Ondan əvvəl də ismin hər hansısa müəyyən halında olan sözə əlavə edilir. Hansı halda olan söz uyğun gəlirsə, deməli qoşma həmin halda olan sözlə işlənir, səndən özgə. Və ya deyirəm ki, tutaq ki, başqa
Bura nə əlavə edə bilərik? Səndən başqa. Sonra görə əlavə edə bilərik. Sənə görə, mənə görə və s. Daha sonra kimi qoşması, kimi qoşması. Nə əlavə edə bilərik bura? Səhərə kimi. Bir də deyə bilərik sənin kimi. Deməli, həm yönlü halda olan sözlərə qoşula bilir, həm də gəlik halda olan sözlərə qoşula bilir. Və yaxud da ki, tək qoşması deyirəm, nənəm tək, nənəm tək, tək qoşması. Deməli, adlı halda olan sözə qoşulur. Və yaxud da qeyd edirəm ki, dostum tək, yenə adlı halda olan sözə qoşuldu. Onun tək. Deməli, burada da tək qoşması adlı halda olan, gəlik halda olan sözə qoşuldu. Və yaxud da ki, deyirəm, naminə qoşması ismin hansı halında olan sözə qoşulur. Biz oturub bunları biz oxuyub öyrənərik. İsmin hansı halında olan sözlərə qoşulur qoşmalar. Amma bu üsulla yadımızda saxlasaq daha rahat olar. Əzbərçiliklə yox, dərk etməklə yadımızda saxlasaq bilərik ki, qoşmalar hansı halda olan sözlərə qoşulur. Məsələn, deyirəm, naminə, vətən naminə, qanun naminə və s. Deməli, adlı halda olan sözlərə qoşula bilir. Və yaxud da ki, deyirik, qabaq. Qabaq qoşması ismin hansı halında olan sözə qoşulur? Səndən qabaq, sənə qabaq deyə bilmirik. Sən qabaq, sənin qabaq və s. Sadəcə çıxışlı halda olan sözü əlavə edə bilirik. Dərsdən qabaq və s. Deməli, qabaq qoşması çıxışlı halda olan sözlərə qoşula bilir. Qoşmaların məna çalarları. Qoşmalar qeyd etdik ki, ismin müəyyən halında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirir. Gəlin görək, qoşmalar hansı məna çalarını əmələ gətirir? Qoşmalar ilk öncə əmələ gətirir bənzətmə məna çalarını. Bənzətmə məna çalarını əmələ gətirir. Bənzətmə məna çaları əmələ gətirən qoşmalar hansılardır? Kimi, qədər, tək, bəzən təki və cacə qoşması bənzətmə əmələ gətirən qoşmalardır. Biz bunlarla ədəbiyyat dərslərində təşbehdə də istifadə edirik. Məsələn, o şir kimi güclüdür və yaxud da ki, ceyran qədər gözəldir, saçları günəş tək parlayır və s. Və yaxud da biz bundan gündəlik həyatda da, yəni təşbehdə yox, adi həyatda da biz bənzətmə qoşmalarından istifadə edə bilərik. Məsələn, deyirəm ki, onun səncə savadı var. Səncə savadı var. Burada sənin qədər onun savadını kiməsə bənzətmişik. Səncə savadı var, sən qədər savadı var, sən tək savadı var, sənin kimi savadı var və s. Və yaxud da qeyd edirik ki, tutaq ki, uşağın şir kimi güclü biləyi var. Güclü biləyi var. Şir kimi. Burada da bənzətmə qoşmasından istifadə olunub. Bənzətmə qoşmaları ismin hansı halında olan sözlərə qoşulur. Bunu müəyyən etmək üçün gəlin baxaq. Sənin kimi, sənin qədər, anam kimi, anam tək, səncə, onun təki və s. Deməli, bənzətmə qoşmaları ismin adlı halında olan sözlərə qoşulur. Bir də yiyəlik halında olan sözlərə qoşula bilir. Daha sonra bilgəlik vasitə qoşmaları hansılardır? Bilgəlik vasitə, ümumiyyətlə, hər bir qoşmanın məna çaları onun adında bəlli olur. Bilgəlik vasitə. Bilgəlik vasitə qoşmaları hansılardır? İlə qoşması bilgəlik vasitə qoşmasıdır. Şəkilçiləşmiş formada lalə formasında işlənə bilir. Bəzən də cacə qoşması bilgəlik vasitə qoşması kimi işlənə bilir. Biz cacə qoşmasına bənzətmə qoşmasında da rast gəldik. Eyni zamanda qoşmanın başqa bir məna növündə də biz cacə qoşmasına rast gələcəyik. Biz izah edəcəyik ki, bu qoşmaları bir-birindən necə fərqləndirə bilərik. Bilgəlik vasitə qoşması olaraq, məsələn, deyirəm ki, mən qələmlə yazıram. Qələmlə
yazıram. Sual verdikdə qoşma sözlə birlikdə qoşulub suala cavab verir. Məsələn, yazıram ki, mən nə ilə yazıram? Nə ilə yazıram? Qələmlə yazıram. Nə ilə? Burada la ilə qoşma kimi çıxış edib. Və ya deyirəm ki, kəndə nənəmlə gedəcəm. Nənəmlə gedəcəm. Mən kəndə kim ilə gedəcəm? Nənəmlə gedəcəm. Aid olduğu sözlə birlikdə suala cavab verir və cümlə özü olur və mənaçaları yaradır. Burada nənəmlə gedəcəm dedikdə birgəlik qoşmasını, mənaçalarını əmələ gətirmişdir. Və yaxud da deyirəm ki, kənd boyunca ağaclar əkilmişdir. Cacə qoşması əgər birgəlik vasitə qoşmasıdırsa, biz onu ilə qoşması ilə əvəzləyə biləcəyik. Məsələn, kənd boyu ilə ağaclar əkilmişdir. Cacəni biz ilə qoşması ilə əvəz edə bilərik. Və yaxud da deyirik ki, dağ boyunca qoyunlar otlayırdı. Otlayırdı nə qoyunlar? Dağ boyunca və yaxud da dağ boyu ilə. Deməli, burada sadəcə qoşması birgəlik vasitə qoşması kimi işlənmişdir. Daha sonra məsafə qoşmaları. Məsafə qoşmaları adından göründüyü kimi qoşulduğu sözlə birlikdə məsafə mənaçaları yaradır. Bunlara nələr daxildir? Qədər qoşması, kimi, dək və can qoşmaları. Məsafə qoşması qoşulduğu sözlə birlikdə məsafə çaları yaradır. Hansı hala qoşulur? Gəlin yoxlayaq. Qədər. Mən evə qədər. Evə qədər. Evə kimi. Evəcən. Evədək. Deməli, ismin yönlük halında olan sözlərə qoşularaq məsafə qoşmaları məsafə mənaçalarını əmələ gətirir. Daha sonra, bəzən məsafə qoşmaları qoşulduğu sözlə birlikdə məsafə yox, zaman mənasını əmələ gətirir. Məsələn, mən səhərə qədər oyaq qaldım və yaxud da ki, axşama qədər biz oynadıq. Burada zaman mənasını əmələ gətirsə də, biz buna zaman qoşmaları deyə bilmərik. Çünki zaman qoşmaları başqadır. Biz bu qoşmaları zaman qoşmaları adlandıra bilmərik. Onlar qoşulduğu sözlə birlikdə zaman mənasını əmələ gətirə bilər. Amma kimi, qədər, dəkcan İstər zaman mənalı sözlərə qoşulsun, istər yönlük halda olan başqa isimlərə, evə, məktəbə və s. isimlərə qoşulsun. Bu qoşmalar məsafə bildirən qoşmalar hesab olunur. Daha sonra istiqamət yön bildirən qoşmalar hansılardır? İstiqamət bildirən qoşmalar, istiqamət bildirən və ya yön bildirən qoşmalar hansılardır? Bunlar qoşulduğu sözlə birlikdə əşyanın bir növ istiqamətini bildirir. Varlığın. Məsələn, deyirəm tərəf. Doğru. Qarşı. Və sarı qoşmaları. Bunlar da istiqamət yön bildirən qoşmalardır. Bəs gəlin görək, bunlar hansı halda olan sözlərə qoşula bilir? Məsələn, deyirik ki, kəndə tərəf. Məktəbə doğru. Məktəbə doğru. Sonra düşmənə qarşı. Qarşı. Evimizə sarı. Qoşmalarda gördüyümüz kimi ismin yönlük halında olan sözlərə qoşularaq istiqamət yön mənaçalarını yaratdı. İstiqamət mənaçaları əmələ gətirən qoşmalarla məsafə mənaçaları əmələ gətirən qoşmaları da bəzən qarışdırırıq.
Amma məsafə qoşmasından söhbət gedirsə, bizim qət etdiyimiz məsafə bitməlidir. Məsələn, mən deyirəm ki, mən evə qədər piyada getdim, deməli mənim evə qədər olan məsafəm bitmişdi. Və yaxud da qeyd edirəm ki, məktəbə kimi dostumla söhbət etdim, kəndəcən nənəmin söhbətlərinə qulaq asdım. Deməli, artıq mənim məsafəm bitib. Amma istiqamət yönü deyəndə mən hələ istiqamətimi tutmuşam. Məsələn, deyirəm ki, evimizə sarı gedirdim. Bəlkə dostum məni yolda danışdırır, tutaq ki, söhbət edir. Mən evimizə sarı yox, artıq dostumun evinə sarı istiqamətimi dəyişə bilərəm. Amma məsafə qoşmalarında artıq mənaçaların yaratdığı həmin məna bitib. Yəni evimə belə deyək, evə qədər getmişəm, bitib. Amma kəndə tərəf, kəndə doğru, məktəbə doğru gedirdim. Mən istiqaməti dəyişə də bilərəm. Amma məsafə mənaçalarında artıq məsafə bitib, o mənaçalarını əmələ gətirib. Daha sonra aidlik və məxsusluq qoşmaları. Bunlara daxildir aidlik qoşmalarına. Aidlik, məxsusluq. Aidlik, məxsusluq bildirən qoşmalar hansılardır? Bura ilə daxildir aid, dair, haqda, haqqında, barədə, barəsində. Gəlin ilk öncə baxaq görək bu qoşmalar ismin hansı halına qoşulur? Aid nə olacaq? Mənə aid. Deməli, aid qoşması ismin yönlü çalında olan sözə qoşulur. Mənə dair. Deməli, dair qoşması da ismin yönlü çalında olan sözə qoşula bilir. Bu mənə aiddir, mənə dairdir. Məxsusluq mənaçalarını əmələ gətirir. Bir də haqqında və barəsində qoşmalarına baxaq. Məsələn, deyirəm ki, onun haqqında, onun haqqında, onun haqda, onun barəsində. Deməli, bu qoşmalar ismin yönlü halında olan yəlik halında olan sözlərə qoşularaq aidlik, məxsusluq mənaçalarını əmələ gətirir. Daha sonra zaman mənaçaları əmələ gətirən qoşmalar hansılardır? Sonra əvvəl, bəri, bir də qabaq qoşması. Biz qeyd etdik ki, məsafə mənaçaları əmələ gətirən sözlər bəzən zaman mənalı sözlərə qoşularaq həmin qoşmalar zaman mənasını yarada bilir. Amma biz onları, məsələn, səhərə kimi, axşama qədər və s. Bu sözləri zaman mənaçaları əmələ gətirən qoşmalar adlandıra bilmərik. Zaman mənaçaları yaradan qoşmalar sadəcə bunlardır. Əvvəl, qabaq, sonra, bəri. Məsələn, gəlin baxaq hansı hala qoşulur. Səndən sonra, səndən sonra. Daha sonra dərsdən əvvəl, dərsdən əvvəl. İllərdən bəri. Məsələn, deyirik ki, imtahandan qabaq. Səndən sonra dərsdən əvvəl, illərdən bəri, imtahandan qabaq. Deməli, bu qoşmalar hər biri ismin çıxışlı halında olan sözlərə qoşularaq zaman mənaçalarını əmələ gətirə bilir. Daha sonra fərqlənmə məzmunu bildirən, mənaçaları əmələ gətirən qoşmalar hansılardır? Fərqlənmə. Bunlar da qoşulduğu sözlərdə fərqlənmə mənaçalarını əmələ gətirə bilir. Hansılardır? Qeyri, başqa, savayı, özgə, ayrı, bir də əlavə qoşmaları fərqlənmə mənaçalarını əmələ gətirir. Hansı hala qoşula bilir? Məsələn, deyirəm, səndən qeyri, hamı dərsdə idi. Səndən qeyri. Ondan başqa. Bizdən özgə. Özgə. Ondan əlavə, daha sonra məndən savayı və s. Deməli, buradakı qoşmalar da
ismin səndən savayı, səndən başqa, səndən özgə çıxışlıq halında olan sözlərə qoşularaq fərqlənmə mənaçalarını əmələ gətirir. Daha sonra baxırıq səbəb məqsəd qoşmalarına. Səbəb məqsəd qoşmaları. Səbəb məqsəd qoşmaları hansılardır? Üçün, görə, savayı, ötürü. Bu qoşmalar çıxışlıq halda olan və yaxud da ismin digər halda olan sözlərə qoşula bilər. Səbəb məqsəd mənaçalarını əmələ gətirən qoşmalara gəlin baxaq. Üçün qoşması hansı hala qoşulur? Sənin üçün. Deməli, bu yiyəlik hala qoşula bilir. Sənə görə yönlük hala qoşulur. Səndən savayı, səndən ötürü dedikdə isə bu savayı yoxdur da. Əsasən. Əsasən qoşması sənə əsasən, sənə görə, sənin üçün, səndən ötürü. Deməli, səbəb məqsəd qoşmasına daxil olan, aid olan sözlər ismin müxtəlif halda olan sözlərə qoşula bilir. Yəlik hala qoşulan qoşma eyni zamanda adlıq halda da işlənə bilir. Daha sonra qoşmalar əksəriyyəti bir-biri ilə sinonimlik təşkil edir. Sinonimlik dedikdə nə deməkdir sinonimlik? Deyilişi və yazılışı fərqli, amma leksik mənaları eyni olan sözlərdir. Sinonimlərin əksəriyyəti cümlə daxilində bir-birini əvəz eləyə bilir. Çünki onların mənaları eyni, yaxındır. Məsələn, mən deyirəm ki, o sənin qədər gözəldir. Sənin qədər gözəldir. Deyə bilərəm, sənin tək gözəldir. Sənin kimi gözəldir. Deməli, bənzətmə mənaçaları əmələ gətirən qoşmalar cümlə daxilində bir-birini əvəz edib, bir-birinin sinonimi ola bilir. Və yaxud da deyirəm ki, mən evə tərəf getdim. Mən evə doğru getdim. Evə tərəf, evə doğru. Mən evə sarı getdim. Qoşmalar eyni mənaçalarını əmələ gətirir və cümlə daxilində biz onları bir-biri ilə əvəzləyə bilirik. Deməli, bunlar sinonim qoşmalardır. Və yaxud da deyirəm ki, mən dərsdən əvvəl bu məsələ haqqında müəllimə danışmışdım. Dərsdən əvvəl və yaxud da dərsdən qabaq. Deməli, bu qoşmalar bir-biri ilə sinonimlik təşkil edə bilir. Diqqət etsək görərik ki, sinonimlik təşkil edən qoşmaların əksəriyyəti eyni halda olan sözə qoşulur. Amma səbəb məqsəd mənaçaları əmələ gətirən qoşmalar biraz fərqlidir. Biz qeyd etdik ki, səbəb məqsəd qoşmaları müxtəlif halda olan sözlərə qoşulur. Məsələn, deyirəm sənin üçün, sənin üçün. Biz əgər üçün qoşmasını sinonimi olan görə qoşması ilə əvəzləsək nə baş verər? Sənə görə. Deməli, yönlük halda olar. Üçün qoşması yəlik halda, görə qoşması yönlük halda. Biz onu ötürü qoşması ilə əvəzləsək, səndən ötürü. Bəzən testlərdə belə bir sual düşür ki, hansı variantda olan qoşmaları sinonimi ilə əvəzləsək, ismin halının dəyişməsinə səbəb olar. Bu səbəb məqsəd qoşmalardır. Çünki bu digər qoşmaların əksəriyyəti eyni halda olan sözlərə qoşulur. Məsələn, sənə tərəf, sənə doğru, sənə qarşı, sənə sarı. Hamısı yönlük hala qoşulur. Sənin kimi, sənin qədər, sənin tək. Yəlik halda olan sözlərə qoşulur. Amma üçün görə ötürü, yəni səbəb məqsəd mənaçaları əmələ gətirən qoşmalar müxtəlif halda olan sözlərə qoşulur. Ona görə də onları bir-birinin sinonimi ilə əvəzlədikdə burada ismin halının dəyişməsinə səbəb olur. Sinonimliklə yanaşı, qoşmaların sinonimliklə yanaşı eyni zamanda amonimliyi də olur. Amonimlik. Amonimlik nədir? Amonimlik o deməkdir ki, deyilişi və yazılışı eynidir, amma müxtəlif mənalarda işlənir. Ola bilər ki, köməkçi nitq hissələri ilə amonimlikdir, ola bilər digər əsas nitq hissələri ilə amonimdir və yaxud ola bilər ki, qoşma ilə qoşmanın özü ilə amonimdir. Məsələn, biz carca qoşması haqqında danışdıqda qeyd etdik ki, carca qoşması ilə qoşmasının sinonimidir, qədər qoşmasının sinonimidir və görə qoşmasının sinonimidir. İlə qoşmasının sinonimi kimi carca birgəlik vasitə mənaçaları əmələ gətirir. Məsələn, qeyd etdik yol boyunca, kənd boyunca. Biz bu zaman canı ilə əvəzləyirik. Yol boyunca, yol boyu ilə. Amma deyirəm ki, mənim səncə ağlım yoxdur, mənim sən qədər ağlım yoxdur.
Caca qoşmasını biz qədərlə əvəzləyə bildik. Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. Dərya qədər ağlın olsa. Onun uşaqca ağlı yoxdur, onun uşaq qədər ağlı yoxdur. Diqqətli olsaq görərik ki, Caca qədər qoşmasını əvəzləyə bilir. Deməli, burada bənzətmə, müqayisə mənaçalarını əmələ gətirir. İlə qoşması kimi birgəlik vasitə mənaçalarını əmələ gətirir. Görə qoşması istinad bildirir. İstinad bildirən qoşmadır. Görə əsasən. Burada məsələn deyirik ki, ismin quruluşca 3 növ var, ismin quruluşuna görə 3 növ var. Və yaxud da ki, sayın mənaca 2 növ var, sayın mənasına görə 2 növ var. Və yaxud da ki, qoşmalar quruluşca yalnız sadə olur, qoşmalar quruluşuna görə yalnız sadə olur. Burada isə istinad mənaçalarını əmələ gətirə bilir. Daha sonra, deməli biz amonimlər haqqında danışarkən qeyd etmişdik ki, amonimlər həm qrammatik amonimlər olur, həm də leksik amonimlər olur. Qrammatik amonimlər o amonimlərdir ki, oradakı sözlərdən birinin və yaxud da hər ikisinin leksik mənası yoxdur. Yəni köməkçi nitq hissələri arasında olan amonimlik və yaxud da köməkçi nitq hissəsi ilə əsas nitq hissəsi arasında olan amonimlik, şəkilçilər arasında olan amonimlik sayılır qrammatik amonimlik. Yalnız leksik mənalı sözlər arasında olan amonimlik isə leksik amonimlik hesab olunur. Deməli, qoşmanın amonimliyi qrammatik amonimlikdir. Çünki digər əsas nitq hissələrlə amonimlik xüsusiyyət daşısa da, digər məna tayı qoşmadır. Yəni, qrammatik mənası olan qoşmadan amonimlik təşkil edə bilir. Məsələn, tək qoşması qoşma kimi işləndikdə biz onu digər məna növlərində, mənaçalarında olan sözlərlə əvəzləyə bilirik. Məsələn, deyirəm sənin tək, sənin tək. Və yaxud da deyirəm ki, tək insan tək yaşayırdı. Tək yaşayırdı. Bir də var, tək sənə inanıram. Sənə inanıram. Sənin tək qoşmadır, çünki burada bənzətmə mənaçalara əmələ gətirib. Tək insan necə insan? İsmə aid olduqda təyin olub sifət kimi işlənir. Tək yaşayırdı dedikdə tək yaşayırdı. Burada hərəkətə aid olub zərflik kimi çıxış edə bilir. Bir də tək sənə inanıram, yalnız sənə inanıram deyib məhdudlaşdırma, məzmunu bildirən, mənasında olan ədat kimi işlədə bilərik. Daha sonra ilə qoşması həm qoşma kimi işlənir. Qoşma kimi işləndikdə biz onu öz sinonimləri ilə əvəzləyə bilirik. Yəni, caca ilə və digərləri ilə əvəz edə bilirik. Və yaxud da qoşma kimi işlənir. Məsələn, nənəmlə. Caca ilə əvəzləndikdə yol boyunca, yol boyu ilə bu zaman deməli, ilə qoşması cacənin sinonim kimi çıxış edir. Amma hər zaman cacənin sinonim kimi çıxış edə bilməz. Nənəmlə gedirəm. Burada cacə ilə əvəzlənmir. Kim ilə? Sual verdikdə bir növ həmin sualın yanında olan köməkçi bir söz kimi işlənir. Kim ilə? Nə ilə? Və s. Qoşma kimi işləndikdə belə işlənir. Daha sonra tək qoşması, ilə qoşması. İlə qoşması işlənə bilir bağlayıcı kimi. Bağlayıcı kimi işləndikdə biz ilə qoşmasını və qoşması ilə və yaxud da onu vergüllə əvəzləyə bilirik. Məsələn, deyirəm ki, nənəmlə babam kənddə yaşayır. Nənəm və babam kənddə yaşayır. Və ya ləni buradan çıxarıb nənəm, vergül, babam kənddə yaşayır deyə biliriksə, bu olacaq bağlayıcı. Bağlayıcı, çünki ilə bağlayıcısı və bağlayıcısı ilə hər ikisi birləşdirmə bağlayıcıdır, sinonimdir, bir-birini əvəz edə bilirlər. Lalə, yəni ilə qoşması həm də lalə leksik şəkilçisi kimi fiil düzəldən, zərf düzəldən leksik şəkilçisi kimi də işlənə bilir. Bu zaman fiil düzəldirsə, fiilin sualına cavab verəcək. Çörək yağla, nə et, qapını bağla, nə et. Zərf düzəldirsə, necə sualına cavab verəcək? O cəsarətlə vuruşurdu. Necə vuruşurdu? Cəsarətlə vuruşurdu. Burada isə necə sualına cavab verib, zərf düzəldir. Daha sonra sarı qoşması. Sarı qoşması.
Sarı qoşması həm qoşma kimi işlənir. Onu sinonimlə əvəzləyə bilirik. Mən kəndə sarı getdim, evə sarı getdim, kəndə doğru getdim və s. Bu zaman istiqamət mənəçaları əmələ gətirib qoşma kimi işlənir. Yaranı sarı, yaranı sarı nə et? Yaranı sarı burada fiil kimi işlənir. Biz də deyə bilərik sarı rəng. Burada isə sarı rəng dedikdə hansı rəng? Sifət kimi işlənə bilir. Qarşı və qabaq sözləri həm qoşma, həm də zərf ola bilir. Qarşı və qabaq sözləri. Qoşma kimi evə qarşı, mənə qarşı, illərdən əvvəl, qabaq, səndən qabaq və s. Burada qoşma kimi işlənir. Yəni özündən əvvəl ismin müəyyən halında olan sözü tələb edirsə, onunla birlikdə işlənib bir suala cavab verirsə qoşmadır. Amma desəm ki, onlar qarşıda məni gözləyirdilər, harada? Qarşıda. Və yaxud da deyirəm ki, onlar iclasda bizdən qabaqda oturmuşdular. Harada? Bizdən qabaqda və s. qabaqda oturmuşlar. İclasda qabaqda oturmuşlar. Burada isə qabaq sözü zərf kimi çıxış edəcək. Sonra əvvəl, bəri sözləri həm qoşma kimi işlənir. Səndən sonra, illərdən sonra, səndən əvvəl, illərdən bəri. Bu zaman mənaçalarlı qoşma əmələ gətirir. Amma özünün əvvəldə çıxışlıq halda olmayan sözlə işlənmirsə, məsələn, deyirəm ki, sonra söhbət edərik. Nə zaman? Sonra. Təklikdə suala cavab verirsə, bu zaman deməli zərfdir. Əvvəl mənə qulaq as. Sonra öz fikrini deyərsən. Nə zaman? Əvvəl bu da zərf kimi işlənir. Bəri qoşması isə digər qoşmalardan, yəni sonra və əvvəl qoşmalarından fərqli olaraq çıxışlıq halda olan sözlə işlənmirsə, yəni qoşma kimi işlənmirsə, bəri gəl. Burada yer məzmunu bildirir. Yəni yer zərfi kimi işlənir. Amma qoşma kimi zaman mənaçaları əmələ gətirən qoşma kimi işlənir. Ayrı qoşması, ayrı. Mən səndən ayrı, təndə canı neylərəm? Səndən ayrı. Burada qoşma kimi işlənir. Çünki çıxışlıq halda olan sözlə işlənib, onunla birlikdə mənaçaları əmələ gətirir. Desəm ki, o kənddə ayrı yaşayırdı. Yaşayırdı. Necə yaşayırdı? Ayrı. Burada olacaq zərflik kimi. Və zərf kimi çıxış edəcək. Amma desəm ki, ged özünə ayrı kitab götür. Ayrı kitab. Burada isə ayrı sözü sifət kimi işlənir. Təyin rolunda çıxış edəcək. Daha sonra doğru sözü də eyni qayda ilə evə doğru, kəndə doğru. Burada qoşma mənaçaları əmələ gətirib, qoşma kimi işlənib. Doğru insan desək, burada sifət kimi işlənəcək. O doğru danışırdı desək, zərf kimi çıxış etmiş olacaq. Kəndə doğru desək, qoşma olacaq. İstiqamət mənaçaları əmələ gətirəcək kəndə doğru. Daha sonra qədər qoşması, qədər isim kimi işlənir və qoşma kimi işlənir. Qoşma kimi bilirik evə qədər, səhərə qədər, sənin qədər, həm deməli, qoşma kimi də həm bənzətmə mənaçalarını əmələ gətirir, bənzətmə, sənin qədər, həm də evə qədər deyib məsafə mənaçalarını əmələ gətirə bilir. Deməli, qoşmalar öz aralarında da amonimlik ola bilir. Yəni, amonimliksiyyəti daşıya bilir. Qoşma kimi işləndiyini başa düşdük. Bəs isim kimi necə işlənir? Çox vaxt uşaqlarımıza bunu deyəndə onlara belə deyək, biraz qeyri-adi gəlir. Çünki dilimizdə bu sözü işlətmirlər. Amma deyəndə ki, qədər, alın yazı mənasında uşaqlarımız bunu daha yaxşı başa düşürlər. Qədər o türklərdə işlətdiyimiz türk dilində qədərim, yəni qədərim, alın yazım, qismətin mənasında işləndikdə isə onun qədəri bu imiş, qədəri bura qədər imiş. Yəni alın yazısı, talihi bura qədər imiş kimi işlənirsə, burada qədər sözü isim kimi çıxış edə bilir. Daha sonra kimi həm işlənir qoşma kimi. Qoşma kimi də iki mənaçalarında işlənə bilir. Kəndə kimi məsafə, kəndə kimi məsafə, bir də sənin kimi, anam kimi, vətən kimi dedikdə bənzətmə, müqayisə mənaçaları əmələ gətirən qoşma kimi işlənə bilir. Kimi işlənə bilir? Əvəzlik kimi. Əvəzlik kimi işləndikdə diqqətli oluruq. Kimi qeyri-müəyyən əvəzlik kimi işlənir. Biri mənasında.
Kimi dərs oxuyur, kimi yazı yazır. Kimi müəllimə qulaq asır, kimi isə qulaq asmırdı. Burada biri qulaq asır, biri qulaq asmır. Biri yazır, biri oxuyur mənasında işlənir. Amma desəm ki, sən kimi istəyirsən, sual əvəzliyi kimi işləndikdə bu amonluq xüsusiyyəti daşımır. Nəyə görə? Çünki sual əvəzliyi kimi burada qrammatik şəkilçi, təhsilli kalın şəkilçisindən istifadə olunub. Başlanğıc forması fərqlidir və biz bilirik ki, amonlik daşıyan sözlərin hər birinin başlanğıc forması eyni olmalıdır. Ona görə bu kimi sual əvəzliyini biz kimi qoşması ilə amonim saymırıq. Kimi qeyri-müəyyən əvəzlik kimi qoşma ilə amonluq xüsusiyyəti daşıya bilir. Daha sonra əlavə sözü. Əlavə. Mən səndən əlavə heç kimə güvənmirəm. Burada qoşmadır. Mənim əlavə dərslərim var. Əlavə dərslərim var. Burada sifətdir. Bir də isim kimi işlənə bilər. Cümlə özünün əlavəsi. Məsələn, deyirəm və yaxud da ki, deyirəm xitabın əlavəsini tapın. Yəni termin kimi, bir məna tayda termin kimi çıxış edə bilir və amonluq xüsusiyyəti daşıya bilir. Daha sonra danışaq qoşmaların orfoqrafiyasından, yəni yazılışından. Qoşmalar bir qayda olaraq sözdən ayrı yazılır. Bəzi qoşmalar var ki, sözə bitişik yazılır. Hansı qoşmalar bitişik yazılır? Tək hecalı qoşmalar. Məsələn, tək qoşması, sənin tək, dək qoşması, evə dək, caca qoşması, ilə qoşmasının şəkilçiləşmiş forması olan la, lə sözə bitişik yazılır. Sonra bir də can-can qoşması sözə bitişik yazılır. Can-can qoşması evəcən, səhərəcən, kəndəcən və s. Bu qoşmalar bitişik yazılır. Yerdə qalan digər qoşmalar isə bir növ 2 və daha çox hecalı qoşmalar isə sözdən ayrı yazılır. Məsələn, sənin haqqında, barəndə, sənə sarı, evə doğru bu kimi qoşmalar sözdən ayrı yazılır. Daha sonra biz qeyd etdik ki, qoşmaların əksəriyyəti amonlik təşkil edir. Yəni həm qoşma kimi, həm digər köməkçi nitqçələri kimi, həm də digər əsas nitqçələri kimi işlənə bilir. Hətta şəkilçilərlə də amonlik xüsusiyyəti daşıya bilir. Amma bəzi qoşmalar var ki, onlar yalnız qoşma kimi işlənir. Məsələn, üçün qoşmasını biz başqa heç bir nitq hissəsi kimi işlədə bilmərik. Üçün, ötürü, savayı, görə, haqda, haqqında, barədə, barəsində qoşmaları yalnız qoşma kimi işlənə bilən sözlərdir. Ötürü qoşmasını çox vaxt testlərdə ötəri zərfi ilə verirlər. Yəni diqqətli oluruq. Ötəri sözü zərfdir. Təzərkət zərfidir. Təklikdə suala cavab verir. O mənə ötəri baxdı. Bu məsələyə ötəri yanaşdı. Necə? Ötəri. Necə baxdı? Ötəri baxdı. Bu zərf kimi işlənib. Deməli, amma ötürü sözü təklikdə heç bir suala cavab vermir. Qoşulduğu sözlə birlikdə səndən ötürü. Nə üçün? Niyə? Nədən ötürü? Səndən ötürü. Nədən ötürü sualına aid olduğu sözlə birlikdə cavab verə bilir. Digər sözlər isə ötürü, savayı, üçün, görə, haqda, barədə sözlər isə yalnız qoşma kimi işlənib, amonluq xüsusiyyəti daşıya bilmir. Görə qoşması yalnız qoşma kimi işlənib deyəndə, yəni görə qoşması amonluğu yoxdur, amma bəzən variantlarda deyir ki, məsələn, kaş o, tutaq ki, kəndlərini azad görə. Kəndlərini azad görə. Burada fiil arzu şəklində işlənə bilər. O da bizim diqqətimizi yayındırmasın inşallah. Daha sonra kimi qoşması bəzən də feili sifətə qoşulduqda zaman məzmunçalarını əmələ gətirə bilir, zaman məzmunu bildirə bilir. Məsələn, zəng vurulan kimi, bütün uşaqların adəti, zəng vurulan kimi uşaqlar tənəffüsə çıxdılar. Zəng vurulan kimi dərsə gəlmirlər, amma zəng vurulan kimi tənəffüsə çıxdılar. Nə zaman uşaqlar tənəffüsə çıxdılar? Zəng vurulan kimi. Kimi qoşması feili sifətə qoşularaq zaman mənasını əmələ gətirə bildi. Daha sonra qarşı qoşması bəzən ziddiyyət məzmunu bildirə bilir, ziddiyyət mənası bildirə bilir. Məsələn, deyirəm ki, düşmənə qarşı
nifrət hissi böyükdür. Və yaxud da deyirik ki, dostunun ona etdiyi haqsızlığa qarşı dözə bilmədi. Burada artıq ziddiyyət məzmununu yarada bilir. Deməli, biz qeyd etdik ki, qoşma aid olduğu sözlə birlikdə müxtəlif cümlə özürləri ola bilir. Qoşma bütün cümlə özürləri vəzifəsinə çıxış edə bilir, amma təklikdə yox. Aid olduğu sözlə birlikdə. Məsələn, deyirəm ki, vətənin azadlığı üçün vuruşuruq. Azadlığı üçün vuruşuruq. Ne üçün vuruşuruq? Bir məqsədimiz var. Burada məqsəd zərfliyi kimi çıxış edə bilir. Daha sonra deyirik ki, onun kimilər çox azdır. Azdır ki, onun kimilər. Burada mübtəda vəzifəsində çıxış edir. Hamısını bu yerə gətirib çıxaran sənin kimilər. Burada xəbər vəzifəsində çıxış edir. Və yaxud da təyin vəzifəsində çıxış edə bilər. Qoşma haqqında mövzumuz bu qədər. Rəylərdə hansı mövzuları daha çox görmək istəyirsiniz, bu haqda fikirlərinizi yaza bilərsiniz. Qoşma haqqında, başa düşmədikləriniz haqqında yenə də fikirlərinizi bildirə bilərsiniz. Videomuzu bəyənməyi, kanalımızı izləməyi unutmayın. Dinlədiyiniz üçün təşəkkür ederim.